Biz bu 10 gündən çox böyük gözləntidə olaq. Allahın adına and olsun, İmam Hüseyn minbərindən and içirəm, bu məclislər həyat bəxşdir, həyat bəxş. Bu məclisdə insan mümkündür ki, bu adamlardan bir qismi yenidən doğulsun, dünyaya gəlsin. Mən hər il Allahdan istəmişəm, hansı ziyarətə getmişəmsə, Kərbəlada olanda, həcdə olanda demişəm, ilahi bu 10 gün Məhərrəm məclisinin birindən də məni binəsib eləmə. Mən bunu bir ziyarət kimi arzulamışam. Çünki mən oxumuşam, eşitmişəm ki, bu 10 gecədə ölü qəlblər dirilə bilir. Vallahi ki, dirilə bilir. Dedi ki, Peyğəmbər salavatullah baxdı İmam Hüseynə, dedi, ey Allah ərşinin zinəti. Ey Allah ərşinin zinəti. Dedi ki, ya Rasulallah, siz qala-qala mən Allah ərşinin zinətiyəm. Dedi, mənim gözümün işığı. Mən Meyraca gedəndə Allahın ərşində bu sözü oxudum. İnnəl Hüseyn misbahul huda və səfinətün nəca. Orada yazılmışdı. Evimizi bəzəyərik tablo ilə, şəkillərlə, gözəl rəsimlərlə. Allah da öz ərşini bu cümlə ilə bəzəyib. Həqiqətən Hüseyn, İnnəl Hüseyn misbahul huda, hidayət çırağı və nicat gəmisidir. Nicat nədir? Ölüləri dirildən, qərq olmaqda olan insanı dirildən, ona həyat bəxş eləyəndir. Mənim gözləntim budur bu məclislərdən. Özümlə İmam Hüseyn arasında bugün bura gəlməmişdən də münacat eləmişəm ki, ya Abdullah, mən belə yaşamaq istəmirəm. İstəmirəm konkret. Adam layiq deyil mənim kimi yaşasın. Adam adına layiq olan, mən sizə hörmətsiz deyiləmirəm, özümə deyirəm, insan adına layiq olan mənim kimi yaşamamalıdır. Mən gəlmişəm sənin qapıva, nəhayət ki, dirildi, çünki sən dirildə bilirsən. Quranda ki, deyir, Allahın izni ilə İsa ölüləri dirildirdi. İmam Hüseynin Allahın izni ilə diriltmək gücü ondan az deyil ki, çoxdur. Bilirsiniz, nə qədər ölüləri dirildi? Növbəti fürsət gəlib, bu 10 gecə fürsəti. Növbəti fürsət. Bunu da qaçırmayaq. Qaçırmayaq bu mənada ki, istəyək, İmam Hüseyndən istəyək. Bu mənada narazılıq eləməyin eybi yoxdur. Biri var desin, bu nə yaşayışdır, mən pulum az, işim yox filan. Bu şikayət pis şeydir. Bunları istə Allahdan, amma özündən şikayət edinən bu nə yaşayışdır, mən insan həyatı nədir onu dada bilməmişəm. 44 yaşım var mənim. Nə vaxt olacaq? Nə vaxt? Və cavanlar da yaşlarına arxain olmasınlar. Bir göz qırpımı kesib gedəcək, heyf adam yaşasın, insan gəlib ikinci dəfə doğulmaq üçün, Quran deyir. Çoxu gəlir o ikinci insani doğuluşla, doğulmadan ölür. Bu göz çox şeyləri görə bilər, bilirsiniz, nələri görmək gücü var, nələri eşitmək gücü var. Bu dil bilirsiniz nələr danışa bilər, hansı sirlərdən agah eləyə bilər. Deyək ki, ya Abdullah, gələn ilə saxlama. Mən o adamlardan deyiləm ki, gələn il inşallah, bilmirəm, gələn iləcən mənim axırım nə olacaq? Bu yaşayışla ki, mən yaşayıram. Və biz eşitmişik ki, İmam Hüseyn təkcə cəhənnəmdən qurtarmır adamı. İmam Hüseyn insanı həyatın ən yüksək zirvəsinə qaldırır. Bir var adamı cəhənnəmdən qurtarmaq. Bir var cəhənnəmdən çıxardıb, bunda belə qabiliyyət var. Cəhənnəmin dibindən çıxardıb, aparır Peyğəmbərin yanına. Bu cür həyat bəxş eləyəndi İmam Hüseyn. O qədər adamı diriltdi. Peyk göndəriblər. Kərbəlada İmam Hüseynin minbərində danışdım bunu. Həyatımızın ən gözəl anları idi ki, bax bu sözləri danışa-danışa İmam Hüseynin məzarına baxırdıq. Bilmirəm də qismət olacaq, bir daha olmayacaq. Nə qədər xoşbəxt insanlar idik. İndi gəldik sanki yuxudan ayrılmışıq. Bir şirin yuxu kimi gəlir adama. Bunu orada danışdım. Peyki göndəriblər, 2 dənə peyk. Əvvəl birini göndərdilər, İbn Ömər Səd. Müharibədə olur da elçi göndərirlər. Məktub gətirir, söz gətirir, düşməndən adama söz gətirir. Düşmən peykidir, gəldi. Dedilər ki,
qılıncu çıxart qoy, daxil olursan İmam Hüseynin xeyməsinə. İmam Hüseynin də elə vaxtlarıdır ki, çadırının qarşısında Həzrət Əbəlfəzdir, Əli Əkbərdir, Həbib ibn Məzahirdir. Dayanıb, buna dedilər ki, qılıncu təhvil ver. Dedi, nə? Qılıncımı niyə verirəm ki, mən döyüş vəziyyətində, kimdir ki, ona görə qılıncımı çıxardım? Dedilər, çıx, get buradan, sən tərbiyəsiz və ədəbsiz insansan, get bir ədəblisi, tərbiyəlisi varsa, denən Ömər Səd onu göndərsin. Getdi, bir başqasını göndərdi. Ömər Səd söz çatdırır, bilmirəm, heç nə söz, heç yadımda da deyil, mənim yadımda deyil. Gəldi, dedilər ki, qılıncu çıxart, dedi baş üstə, çıxartdı, qoydu. Daxil oldu İmam Hüseynin çadırına, xeyməsinə, ədəblə dayandı, dedi, Əssəlamu aleykə ya Əbu Abdullah. Vəssalam, salam öz işini gördü. Salam verdi, imam da oturmuşdu, gözünü qaldırdı, ona baxdı. Bu düşmən elçisidir, o baxır İmam Hüseynin gözünə, İmam Hüseyin onun gözünə. Baxışırlar, bir-birinə baxırlar. Sükut çöktü, heç kəs danışmadı. İkisi də bir-birinin gözünə baxır. Sonra İmam Hüseyin dedi ki, yaxşı sözü denən görüm, nə deyirsən? Dedi ki, ağa, mənim heç bir sözüm yoxdur ki. Mənim nə sözüm olacaq? Mən sənin düşməninəm bəyəm. Mən sənə düşmən deyiləm, sənə söz deyəm. Allah eləməsin, mən onlardan olum. Onun əskəri dedi, bir dəqiqənin içində, bir anın içində, bax, diriltmək budur. Bu diriltməkdir. Biz bu dirilmək üçün gəlmişik bura. Elə baxsın ki, dirilək də nəhayət. Ondan sonra bax, gör həyat nədir? Ondan sonra bax, gör yaşamaq nədir? Yaşamağın keyfiyyətinə bax. Ondan sonra bilirsiniz, başladı nələr danışmaq. Mən oxuyanda tüküm biz dayanıb. 2-3 il bundan qabaq oxumuşam. Dedi, amma ya Əbu Abdullah, nə namərd düşmənim var sənin. Özü onlardan idin. Nə sözlər danışır. Bəsirət bir anın içində açılır, görür, onların rəzilliyi başlayır bunun üçün zuhur eləməyə. Deyir, amma çox namərd adamlarla dayanmışsan, üzrə biləsən. Çox nadürüst insanlardır. Bir anın içində dəyişdi. Əllamə Seyyid Əli Qazinin adını eşitmişsiniz, Təbrizlidir, onun məzarı da Vadüs-Salamdadır, onu da bu yaxında ziyarət elədi. Əllamə Seyyid Əli Qazi. İrfan dağıdır, İrfanın fövqündədir, zirvəsində olan bir şəxsiyyətdir. Keçmişdə sizə demişəm, kimlə qarşılaşıb, kimə dərs deyib, nəfəsi kimə dəyib, arif olub. İkinci söhbət yoxdur. Bütün tələbələri, istisnasız. Belə bir adamdır. Deyir, 40 il riyazət çəkdim. 40 il Allah qapısını döydüm. Hər cür ki, mən də istədim də arzuladım ki, mən insan həyatı yaşamaq istəyirəm. Bezdim nəfsimin əlindən. 40 il bir gün Kərbəladaydım. Həzrət Əbəlfəzin hərəmindən çıxdım. Beynül hərəmeyndə ürəyim doldu, ürəyim sındı. Dedim, ilahi, mən qapında neçə ildir sürünürəm. Mən 40 ildir qapında sürünürəm. Mən də adam olub adamlara qoşulmaq istəyirəm. Mən də istəyirəm insan həyatı yaşayayım. Deyib, bir nəfər kimisə göndərdilər, gəldi, dedi ki, istəyin, hacətin o hərəmdədir ki, oradan çıxdın indi. Deyib, qayıtdım Əbəlfəz hərəminə. Əbəlfəz ağanın hərəminə qayıtdım. Mən deyirəm, Hüseyin həyat bəxş eləyir, sən demə, onun nökəri həyat verir insana. Əbəlfəz ağa, mən cəsarət olmasını, özü ona nökər bilirdi özünü. Bir dəfə qardaş demişdi, o da atdan yerə düşəndə. Heç vaxt qardaş demirdi. Özünü İmam Hüseynə nökər bilirdi. Əbəlfəz ağada həyat vermək gücü var. Gəldim, yapışdım zərihdən. Dedim, ya Əbülfəzl Abbas, yorulmuşam, öz əlimdən yorulmuşam. Nəfsimin əlindən yorulmuşam. Mən yaşamaq istəyirəm, boğuluram. Deyir, o açılan gözüm açıldı. O dəyişən halım dəyişdi. O vaxtdan bu vaxta mən dəyişdim və insanlığın nə olduğunu dadmağa başladım. O hərəmdə, Əbəlfəz hərəmində. Fələnuhyiyənəhu həyatən təyyibə. Allahdan siz bilmirəm nə istəyirsiniz. Mən bu 10 gündə bunu istəyirəm ki, ilahi, yenidən dirilt bizi. Yenidən dirilt, insan həyatı yaşayaq. Karvan hərəkət eləyir, karvan
gəlir, inanın, zamanın fövqündədir. Həmin karvandı yenə də həmin istiqamətə hərəkət eləyir. Başlayır hərəkət. Kim qoşuldu, kim qoşulmadı. Qoşulanlar əbədiyyət qazandılar. 12 imamdan 11'i gəldi, onların başının üstündə dayandı. İmam Hüseyndən sonraki imamlar dedi, bir nəfsi əntum və ummi. Kərbəla şəhidlər. Gör, həyatın hansı mərhələsinə çatdılar. İmamlar gəldilər, onların qəbrinə dedilər, ata-anamız sizə fəda olsun. İmam atası imam olar. İmamın atası imam olar. Biz sizə fəda olaq. Bir yerə gəlir, çatır ki, deyir, bir nəfsi əntə, canım sənə fəda olsun. Hər gecə Kərbəla ziyarətinə gedirsiniz. Allamə Behçət deyir ki, hər kim bir məclisdə oturursa, hər dəfə əzadarlıq məclisi bir Kərbəla ziyarətidir. Bu bir seyirdir. Ruh gedir, ziyarət eləyir, qayıdır. Nə qədər xoşbəxt insanlarıq ki, Kərbəla ziyarətinin təsiri var bu əzadarlıq məclisində.